Aylıq 347 manat ödə, mənzil əldə et. Bəli, əziz izləyicilər, səhv eşitmədiniz. Hər zaman kimi qısa başlıq ilə yenidən qarşınızdayım. Aylıq 347 manat ödənişlə tam təmirli mənzil əldə edə bilərsiniz. Necə bunu edə bilərsiniz? İndi açıqlayacağım. Videonu bəyənib paylaşın ki, daha çox insanın bu barədə məlumatı olsun. Bir neçə gün bundan öncə güzəştli mənzillərlə bağlı video paylaşmışdım. Video çox böyük marağa səbəb oldu. Çoxlu sayda mesajlar, şərhlər mənə yazıldı ki, bəs istəyirik, necə edə bilərik və s. Belə demək olarsa, çoxsaylı istəkləri nəzərə alaraq buna oxşar daha maraqlı bir məlumatı bölüşmək istəyirəm sizinlə. Çoxları düşünə bilər ki, bu reklamdır, amma əsla belə deyil. Təbii ki, hansısa şirkət ola bilər, sərfəli şərtlərlə mənzillər satır və ya başqa nəsə. İstəyirlər ki, daha çox insan bu barədə məlumatlı olsun, buyurub bizə müraciət edə bilər. Profildə əlaqə nömrəmiz var və ya şəxsiyə də yaza bilərsiniz. Beləliklə, əziz izləyicilər, ipoteka və kredit zəmanət fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri Sülh prospektində yerləşən yaşayış kompleksində 219 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün 6 gündən sonra, yəni 20 noyabr saat 15:00-dan etibarən açıq olacaq, unutmayın. Müraciətlərin qəbulu və mənzil seçimi elektron hökumət informasiya sisteminə inteqrasiya edilmiş elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. Çoxlar düşünə bilər ki, Sumqayıt uzaqdır, bunun gedib gəlməyi var, amma əslində həqiqətən də çox gözəl fürsətdir. Çoxları kirayə qalır, hər ay kirayə pulu verir, elə həmin aylıq pulu verin, buradan seçdiyiniz mənzil axırda elə özünüzün olsun. Boş-boşuna pulunuz getməsin. Yaşayış sahələrinin satma öhdəliyi ilə kirayə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi, həmçinin 1549 nömrəsini yığaraq çağrı mərkəzinə əldə edə bilərsiniz. Onu da əlavə edeyim ki, indiyə qədər 8456 belə mənzil əldə edilib. Odur ki, Allah sizə də qismət eləsin. Səhifəmə də abunə olun ki, belə maraqlı məlumatları qaçırmayasınız.